Yüngül bir qonaqlıq oldu evdə. Mən özüm də qonaqlıqları balacaqdan çox sevən biriyəm. Evimiz hər zaman qonaqlı qaralı olubdu. Mamam da fərqli-fərqli yeməklər bişirirdi. Gəlirdilər qonaqlara, yeyirdilər, içirdilər, deyirdik, gülürdük. Düzdür, əvvəlki o şənlik yoxdur, əvvəlki o hava yoxdur, amma yenə də artıq mən də indi öz evimdə bişirirəm, düşürəm. Qonaqlar xoşum gəlir ki, qonaq gəlsin, getsin. Böyük oğlum da özümə oxşayıb da belə, yəni qonaq xoşlayan uşaqdır. Balaca hələ tam başa düşməsə də, amma böyük başa düşür elə şeyləri. Mən də bişdikcə xoşlayıram ki, fərqli-fərqli şeylər bişirim, ancaq uşaqlar evdə olanda yəni bir yerə qədər eləmək olur da, imkan vermirlər, ağlayırlar. 2 dəfədir vlog çəkəndə ikisində də nəsə bir şey çıxır. Birində belim ağrıdı, ikincisində böyük oğlum xəstələndi. Yəni hamısı qarışırdı bir-birinə və uşaqlar məktəbə getmirdi. Yemək olaraq nə bişirdim? Kələm dolması büküb qoymuşdum bir gün əvvəldən buzluğa, bu cür gördüyünüz kimi. Mən ümumiyyətlə hazır yeməklər, bu cür kələm dolmasıdır, yarpaq dolmasıdır, pilmendir, xəngəldir, büküb qoyuram, xladilnikə donur. Sonra onu lazım olan vaxtda çıxardıb bişirirəm. Çox əlimdən tutur, hədsiz, yəni sizə də tövsiyə edirəm. Bu cür indi mən ağzı açıq qoymuşdum da, belə deyim, açıq vəziyyətdə qoymuşdum. Amma belə bir neçə günlük saxlayanda salafana qoyuram, o cürdə qalır orada. Və çox qəşəngli olur, yəni heç bir dad dəyişikliyi olur. Düzdür, aylarla saxlasanız əlbəttə ki, nəsə bir dad fərqi olur, amma mən elə saxlamam, uzağı 2 həftə belə qalır da. Gətirib bu cür qazana sırayla düzürəm. Sadəcə qazan biraz balaca oldu. İstədim ki, biraz böyük olsun, ona görə bişəndə qazanı dəyişdim, başqa bir qazana keçirtdim. Digər yemək olaraq da ördək var idi, ördək bişirdim. Və bir də Sezar salatı eləmişdim. Əlavə yanına göyərti falan da elə belə almışdım. Göyərtidə öz bişirdiyim yayda hazırladıqlarım da var idi. Salatlar, pomidor salatı və ya başqa salatlar, leçozat, nə bilim, turşu, belə şeylər də hazırlamışdım. Yayda bu arada birinci dəfəm idi, birinci ilim idi ki, özüm yayda nəsə bir şeylər bişirirdim. Düzdür, ikra yaxşı çıxmadı, xoşum gəlmədi, amma digər şeylər yaxşı çıxmışdı. Özüm həvəslə eləmişdim ki, görüm necə çıxacaq da, amma yaxşı çıxmışdı yenə. Siz də bu cür dondurucuda saxlayın yeməklərinizi, görəsiniz həqiqətən də əlinizdən necə tutur, necə köməklik eləyir. Düzdür, çıxartmaq çətin oldu, məndə də çətin oldu. Axırda artıq əllərim buz kəsmişdi onu qopartmaqdan. Bəziləri yaxşı çıxırdı, amma bəziləri də çıxmırdı. Bu qonaqlıq bizdə yüngül variantıdır. Yəni hədsiz yüngül oldu. Özümüz olduq. Heç kim olmadı. Yəni qaynımgilə özümüz olduq. Belə yüngül vari keçirdik qonaqlığımızı. Amma yenə yaxşı bişirib çatdırmışdım. Saat 2-də artıq mənim yeməklərim hamısı hazır idi. Bir dənə ördəyi soğança ilə hazır vəziyyətdə bişirməyim. Onu axşam tərəfinə saldım ki, çox soyumasın. Soyanda bir də istidən o dad olmur. Bundan əvvəl bişirəndə ördəyi həm zinəsindən eləyirəm, həm də narla eləyirdim. Amma bu dəfə sadə elədim. Elə bir şey eləmədim. Burada da ki, kələm dolmasını çıxardanda dırnağım çox pis zədələndi. Neçə vaxt onun ağrısını çəkdim. Sonradan artıq onları bıçaqla ayırdım taxtadan. Bu dəfə yadımdan çıxmışdı. Mən taxtanın üstünə ya streç film örtürəm, ya da salafan qoyuram ki, salafan üstünə yəni düzürəm kələm dolmalarını. Amma bu dəfə tələm-tələsiyə düşmüşdü. Yadımdan çıxdı. Elə bir şeylər də eləyə bilmədim. Siz qonaqlıq olanda ümumiyyətlə nələr hazırlamağı sevirsiniz? Mən çalışıram ki, hər dəfə fərqli şeylər bişirim. Yəni eyni şeylər olmasın. Fərqli-fərqli salatlar olsun, fərqli yeməklər olsun. Bilmirəm, yəni istəyirəm ki, hər dəfə fərqlilik olsun. Əlimdən gəldiyi qədər eləyə bilirəm, amma bəzən də alınmır. Yenə də klassiklərə keçirik. Kələm dolmasının üstünə tomatdan suyu açıram, əlavə edirəm. Tomatsız da bişirəm də olur, amma tomatla bişirəndə daha yaxşı dadır məncə. Üzərinə də ki, duz əlavə edirəm. Nə qədər mən kələmi də pörtdəndə ona da duz vururam, amma belə də üstünə duz vururam, çünki bəzən olur duzu çıxmır, amma belə də duzu yaxşı olur.
Üstünə də belə bir qab qoyuram. Tomatı da ortaya düşmüşdü deyəni onu da suyun içinə qatdım ki, ortada qalanda nə qədər qaynasa, nə qədər pişsə də ortasında qalır. O da yaxşı olmur. Videolarımı bəyənirsə dəstəyinizi gözləyirəm. Ümid edirəm bəyənərsiniz. Bu cürdə bir dənə qabım var. 2 dənə qabım var bu cür köhnə. Biri biraz balacadır, bir də böyükdür. Kələm dolmasına, yarpaq dolmasında istifadə edirəm qoymağa. Burada da stolun üstünü təmizləyirəm. Uşaqlar da zala göndərmişəm. Orada dava qırğındadılar. Yəni bacardığım qədər tez-tez eləməyə çalışıram ki, onlar ağlayanda artıq sakitləşdirəmirəm. Qablarımı da yuyub qaldırıram ki, əlimin altında heç nə qalmasın, axşama rahat olum. Burada bəzi şeylər hazırlamışam. Çox da çəkə bilmirəm. Evdə adam olanda çəkə bilmirəm demək olar heç nəyi. Qaynanam gildə bizdə elədiyini heç nəyi çalışırdım ki, çox belə şey eləməyim də. Burada gördüyünüz kimi ördəkdə pişir, kələm dolması da hazırdır. Bir apardım süfrəni düzməyə, heç kim yoxkən dedim bir iki dənə də çəkim. Süfrəni də düzdüm. Burada salatı mən özüm hazırladığım salatdır, pomidor salatı. Çox qəşəng dadlı çıxıb. Özümüz olduğumuz üçün elə yəni çox olmadı. 2 yerə hazırladım hamısından. Elə oturduq özümüz uşaqlarla da ki, vəbşə qışqır, bağır, dava qırğın. Hər ailədə olduğu kimi. Amma xəstə olmaqlarındansa hər yerə dağılıb töksələr elə daha yaxşıdır. Mən razıyam ona. Burada Sezar salatımdır. Hazırladım. Amma qəşəng çıxmışdı dadı. Sezar salatının ayrı bir sosu var. Onu tapa bilmədim, amma yenə də sırf sadə də olsa Sezar salatı düzəltdim. Məncə yaxşı çıxmışdı. Dadı pis deyildi. Yemək yeyiləndən sonra meyvə də doğradım. Apardım və çay düzəltdim. Və axırda tortdu kəsdilər uşaqlar. Medok hazırlamışdım. Ballı tort. Bu cür olmuşdu. Amma qəşəng çıxmışdı. Həm dadı, həm də kremi çox qəşəng olmuşdu. Siz də videolarımı bəyənirsə, abunə olub dəstək olmanızı gözləyirəm. Yeni vloqlarda görüşmək üzrə. Sağ olun, salamat qalın.